Yeni seriyamıza xoş gəlmisən. Qadınları xoşbəxt eləmək məsələsində kafayı sıyırmış qız biraz YouTube'da başınızı xarab eləməyə gəlib. Açığı ciddi şəkildə dolu dönəmimizdəyik. Sadəcə içimdəki bu eşq məni durdurmur və davamlı biraz zaman tapan kimi video falan çəkməyə başlayıram. Və Instagramdan izləyirsinizsə bu hissəni artıq çoxunuz bildiniz ki, bugün Tadruçə təliminin ilk günüdür və mən indi sizinlə danışıram, sonra keçəcəm buraya qonaq gələn xanımlarımıza. Gəl biz ilk öncə başlayaq. Ümumiyyətlə qadın kimdir? Və bizim sosial mediada gördüyümüz və ya cəmiyyətdən eşitdiyimiz söhbətlərin doğruluq payı nə qədərdir? Ümumiyyətlə qadınlarla bağlı söhbətlərdə nəyinsə doğru, nəyinsə səhv olduğu iddiaları mənim çox canımı sıxır. Çünki başa düşmürəm. Çünki nəyə görə mənim necə olacağımı başqa birinin təyin etməsi lazımdır. Sualı beynimi çox qurcalayır. Ona görə indi də burada sənə bir sual verirəm. Niyə qadın olma formanı kimsə təyin edir? Gəl birinci ağlımızdan orada-burada eşitdiyimiz qaydaları çıxaraq. Qadın belə oturmalıdır, belə durmalıdır, belə danışmalıdır, belə olmalıdır, dırnağı filan rəng, kirpiyi filan cür, çənəsi belə olsa gözəldir kimi fikirlərdən tamamilə uzaqlaşaq. Bunları qoyduq bir kənara. Növbəti, qadın hisslərini ifadə eləməlidir, qadın dişil olmalıdır kimi fikirlərdən də çıxaq. Və indi buna baxaq. Mən doğulanda necə idim? Allah məni necə yaratmışdı? Uşaqlığını xatırla, necə duyğularını ifadə edən, lazım gələndə ağlayan, ayıb nədiyi bilməyən, bu tərbiyəsiz olan demək deyil. Qadın hər istədiyini eləməlidir, ola bilər, fəqət baxır da harda necə. Yəni təsəvvür eləyin, hər istədiyini eləmək o demək deyil ki, biz atıram da tualet olaraq küçənin ortasından istifadə edəcəyik. Nə qədər qəribə səslənir, hə? Zaten indi fikirləşirsiniz ki, səy bu qız dediyi sözə bax. Amma bir çoxunuzun dayatdığı fikirlər əslində ora gedir. Ya qadın konkret girməlidir bir qəlibə, ya da tamamilə olmalıdır, nə istəyirsə eləyən. Şimdi, gəlirik əsas sırra. Qadın nə istəsə eləyə bilər. Plus bir qadın harda nə etmək gərəkdiyini də bilir. Ona görə yox ki, özünü kiməsə necə bəyəndirməlidir. Kiminsə gözündə hansı imajı yaratmalıdır. Cəmaət nə deyər? Ona görə yox. Ona görə ki, o özünü necə hiss edir. O özünü necə görür. Bəzən deyirlər ki, hətta sosial mediada belə videolarla çox qarşılaşırıq da, evdə gözəl geyinən qadınlar filan. O qadının öz seçimidir. Sən özünü hansı geyimdə gözəl hiss edirsənsə onu geyin. Məsələn, mən bəzi günlər evdə bomuj vidində gəzirəm. Çox gözəl ev paltarlarım var, çox sevirəm evdə qəşəng geyinməyi. Fəqət bəzi günlərdə canım elə olmaq istəyir. Bu, mənə kiminsə qoyduğu qadağa və ya tələb deyil. Həmin günlərdə yorğun oluram. Və indi sənə bir şey deyəcəm. Səni başa düşürəm. Sən daha çox günlərdə elə olursan. Çünki sən daha çox yorulursan. Ona görə yox ki, sənin daha çox işin var. Ona görə ki, sənin başın daha çox doludur. 5 dənə şeydən mən 4-ünə əşi deyib birini kafaya takıramsa, sən 5-ini də kafaya takırsan. Yalanın əşi desən də o içində bir yerdə səndən qalır. Sonra da sənə yüklənir, sonra da yorğun olursan. Sonra da bunun yorğunluğundan qalxıb nəyə ki, makyaj eləyib bəzənməyə, bəzən yerindən çıxmağa halın olmur. Bilirəm, arada heç uşaqları məktəbə yola salınmağa da ərinirsən. O qədər normaldır ki, amma mənim sənə bir sualım var. Bunu özünə niyə eləyirsən? Nə istəyirsən özündən? Niyə əl çəkmirsən özündən? Hara qədər özünü ona buna bəyəndirmək üçün savaşda olacaqsan? Bu nə qədər vaxt davam eləyəcək? Hekayənin hansı bölümünə qədər başqalarına dırnaq arası xidmət eləyəcəksən və bu xidmətin qarşılığı həmişə eləməliydin də olacaq. Ailəyə xidmətdən bəhs eləmirəm. Ailənin egosuna xidmətdən bəhs eləyirəm və ya cəmiyyətin. Fərq eləməz. İndi bugün, gəl bu video çox uzun olmasın. Bu seriyanın ilk videosudur. İnşallah ki, bu seriya olacaq. Özümə inanıram. Bunu da burada deyirəm ki, biraz məsuliyyət, mərifət hiss eləyim. Bəli, bunu seriya kimi davam etdirməyi düşünürəm. Gəl belə eləyək. Sən bugün otur,
bir kağız götür və ora detallı yaz. Gün ərzində nələr eləyirsən. Amma hamısını. Hətta yaxşı olar ki, əgər başın belə hoy-hoylu, çox doludursa, əgər çox doludursa, yaxşı olar ki, günün işte başladı səhər-səhər. Gün ərzində elədiklərini özünə WhatsApp-dan yazasan və ya SMS atasan və ya qeyd eləyəsən. Sonra gün sonunda yazasan ki, gün ərzində nə eləmisən. Belə daha rahat olacaq. Ki detalları da yazasan da, işte burada dişimi yumaq, saçımı təmizləmək ya da qurutmaq, ayaqqabımı geyindim, çıxdım kimi şeylər. Detallı yaz. Və günün sonunda bax gör, o yazdıqlarının neçəsi sənin üçündür, neçəsi başqası üçündür, neçəsi prosta edilməlidir. Məsələn, hər gün pəncərə silmək heç kim üçün deyil. Prosta sən demisən ki, elənməlidir. Ya nə sənin üçün deyil, nə ailən üçün deyil. Sadəcə elə belə silinməlidir deyə silirsən. Amma məsələn, hər gün öz baxımı eləmək sənin üçündür. Hər gün yoldaşının paltarını ütüləmək yoldaşın üçündür. Bu kanal və bu mənim seriya videolarım heç bir halda sizə filan şey eləməyin, azad olun, gedin varlı kişi tapın və həyatınızı dəyişdirin kanalı deyil. Ola bilər ki, kimsə onu deyir. O da özü üçün doğru ola bilər. Ola bilər ki, o da onun dəyərləri ilə hizalı həyatıdır. Fəqət biz bugün məcbur deyilik də kimdənsə nəsə eşitdik, bu düzdür, eləyək. Sosial mediada çox insan var və ətrafımızda da çox insan var. Baxaq, öz dəyərlərimizə uyğun olanı seçək. Məsələn, mən düşünürəm ki, qarşılıqlı olaraq partnerinizə xidmət çox normaldır və çox təbiidir. Və məncə hətta bu elə olmalı olanlardandır. Bir münasibətin içindəsinizsə, okey. Ola bilər ki, hər kəsdə xidmət şəkli fərqli olsun, amma sonuç olaraq bir xidmət söz konusudur. Fəqət sən bax gör, bu sənin özünə etdiklərini keçirmi? Əgər gün ərzində 8-i başqasına, 2-si özünə olunursa, burada sorğulaman gərəkən bir məsələ var. Həmçinin burada Fidan xanım, o 8 dənə vacibdir də demək yerinə o 2 dənə və artır. Vaxtım yoxdur demə, var. Hamımızın 24 saatı var. Öncəlik məsələsidir. Mən bilirəm ki, əgər sən gün ərzində özünə daha az vaxt ayıran adamsansa, başqalarının boş-boş işlərinə çox gözəl çatırsan. Üzümdəki hal-hazır məsum imkan verir. Və gerçəkdən içtenliklə və səmimiliklə səndən rica edirəm, əzizim, lütfən gün ərzində özünə zaman ayırmağa çalış və növbəti videoya qədər bunu biraz düzəltmiş ol. Artıq sən növbəti videoda gələndə, tutaq ki, bu dərsdən sonra yazmısansa, neçə dənədirsə, növbəti videoya qədər onun sayı artmış olsun. Fərqi yoxdur. Nə istəyirsən eklə. Bu axşam yuxudan əvvəl 5 dəqiqə gələcəyini xəyal eləmək ola bilər. Qeyd elə lazım olacaq. Yuxudan əvvəl 5-6 dəqiqə odaqlanmaq, fokuslanmaq və gələcəyini təsəvvür eləmək. Qəşəng, özün üçündür, eklənsin. Sonra, məsələn, qabları filan yudun. İşte ola bilər ki, sən bunu, ola bilər qab yuyanın var, əla. Əgər qab yuyursansa yudun. Bilirsən ki, o qab yuyanın, işte o kimyəvi şey biraz əli qurudur. Uzağa getmək, ola bilər ki, sənin üçün indi narahatdır da, təzdən yeri dəyişib gözünün önünə keçmək. Yavaş-yavaş öyrənəcəyik də, tələsmirik. Elə oradaca yanına krem qoy. Bitirdin, əlini quruladın. Quruladığın yeri yanında bir dənə krem, başından bas, vur və bil ki, sən bugün əlini kremlədin. Bu kiçik bir əl kremləmə sənin əlinin həyatını dəyişməyəcək. Amma sənə toxunacaq. Zaman-zaman görəcəksən ki, mən bunu eləyə bilirmişəm. Və bunları sadəcə videoda izləyib, mən uca bilirəm, kafasına gülmə. Yavaş-yavaş bir yerdən etməyə başla. Bu şəkildə ola bilər. Ya da məsələn, gün ərzində boş zamanın olur. Onda qalx 2 dəqiqə saç maskavı çək, o boş zamanını dəyərləndir o bir neçə dəqiqəni və ya bilirsən ki, işte oturacaqsan kompüterin önündə saatlarla dərs oxumalısan. O müddətdə sənə faydalı ola biləcək bir şeylər eləməyə çalış. Məsələn, öz tanrıçalarım gəlir. Şimdi öz rutinimdən bir neçə dənə şey deyirəm və bitiririk. Bu bir arkadaşca, kanka tavsiyəsi gibi algıla, ürəyin hansını istəsə götür. Mən bilirəm ki, oturacağım 1-2 saat dərs oxuyacağım, saçımın maskasını çəkirəm, başımda dolu elə otururam. Çünki bilirəm ki, ondan sonra duş alacağım. Ən çox həyatımda olan şey axşam baxımlarıdır. Gün sonunda mütləq zehnimi boşaltmaq üçün bir şeylər yazıram. Bilirəm, sən də TikToka baxırsan, yaz. Çünki başımız çox dolu olur və biz sonra yoruluruq. Və sonra deyirlər ki, neynədin ki, yoruldun? Hətta bəzən özümüzə deyirik. Mən arada özümə deyirəm ki,
Abla nə olub? Nə yorğunluqdur? Niyə tərpənmirsən yerindən? Əslində olan zehni dolub. Sonra mütləq ayağıma tuz banyosu eləyirəm və sənə də çox tövsiyə eləyirəm. Gün ərzində çox ayaq üstə qalırsansa, xüsusən ayaq ağrıların olursa və bədənində narahat hiss eləyirsənsə, sadəcə vannanın içinə su doldur və duz tök. Bu Epsom duzu olsa daha yaxşı olar. Duz tök, ayaqlarını sal, o yüngülləşməni hiss eləyəcəksən. Bu mövzuda mənim çox spesifik sahəm deyil bu. Ona görə net bilmirəm. Biraz araşdırsan yaxşı olar. Yəni ayağında hansısa xüsusi bir həssaslıq ya da nəsə bir problem varsa, ola bilər ki, nəsə təsir eləsin. Ona görə mütləq bir bax. Çünki bu mənim rutinimdir. Sən də itləmədən öncə bir bax. Məsələn, hər səhər bir su içmə rutinim var. Zaten səhər-səhər su içirik də yuxarı aşağı. Amma bunu öncədən bir romantizə eləmək çox xoşuma gəlir. Öncədən bir butulka suyu gecədən yanıma qoyuram. Adi su içə bilmirəm təəssüf ki. Ona görə mütləq hazır su içməli oluram. Suyu yanıma qoyuram və səhər-səhər qalxıram, işte suyum yanımdadır və çox Pinterest girl hissiyatı olur. Çox bəsit bir şey bənzəsə də hər gün səhər-səhər oyananda bilirəm ki, dünənki Fidan məni fikirləşmişdi. Və indi bax gör, indiki sən neçə il əvvəlin bunu fikirləşmişdi və bugünkü sən nə fikirləşirsən və illər sonra necə olacaq və bugünkü sən nələr eləyir ki, sabahki sən necə olsun. Səni çox sevirəm. Xoş gəlmisən. Yaxşı ki burdasan. Necə gözəl videolarda görüşənədək. Hələlik.